acığımız gəlməsin. İndi də kim bilək eləyəsin, nemdənə manfulu eləyəsin, yaman yazsın. Baxın, burada yalandan oturub yüz istəm. Köynəyin çıxaldıb, rikabı köynəylə oturub, ya tumancaq oturmusan dilxoşluqdan bir dənə Əli Fərzaya yaman yazsan, ya yüz istəm, heç bir qələt eləmirsən, yalandan Əli Fərzaya qabağına vermə dədə köynə borcunu. Əli Fərzaya onlardan da verəsən, sən toğlayasan. Gəlin mərdumun uşağın, mərdumun namusun, mərdumun uşağın, mərdumun balasın, ərini, xanımını verməyək dədə. Mən yenə də deyirəm, ağay Mənsur, mənim polisimdə müşkül var. Mənim cumhuriyyətimdə, mənim nizamımda müşkül var. Vəli, aya, mən düz adamam, mən köpək oluyam ki, mənə bir dəqiqə fürsət versələr, dünyanı taparam. Mən Əli Fərzaya bir zərə meydan versələr, mən dünyanı oğullavaram. İranın özündə dünyanı oğullaram. Yalandan şar verirəm. Mən düzəm ki, iddiam vardı düzlüğa. Mən adamam, iddiam vardı, dövlətim təmiz olsun. Nümayəndəm. Vaxtı mən özüm oğulluğu təşviq eləyirəm. Vaxtı mən Əli Fərzaya oğruyam. İddiam var, nümayəndəm düz olsun. İddiam vardı, üz istəm, tərəfkarı məndim düz olsun. Vaxtı mən rişvə pişnahad verirəm. Vaxtı mən tərəfə polis yazır, cərimə istəyirəm, maşını aparam, parkingə deyirəm ki, 50 min, 100 min mən basıram polisin cibinə. Vaxtı mən polisimi məcbur eləyirəm, puluyla, rişvə ilə tətmi eləyirəm. Vaxtı mən düz adam deyirəm. İddiam vardı, polis düz adam olsun. Və mən özümü düz eləyəm. Mən özümü əyriyəm. Mən özüm məcbur eləyirəm hökumət düz olmaya. Buyurun. Çox gözəl. Bəli. Mən özüm, bəli, siz bunların hamısını buyurdunuz. Pəs buna fərhəng lazımdır da, pəs buna oyanış lazımdır da, pəs buna ağahi, millətə dərs vermək lazımdır da, millətə bir oyanışa təşviq eləmək lazımdır da, düzdür. Bizim millətdə o oyanış yoxdur mütəəssifanə. Dur əzuzur, mən istəmirəm tohin eləyəm, amma oyanış nə babətdən? Mən hətta o dostlar iki dillə Azərbaycan ayrılsın. Yox, Azərbaycan dillə ayrılsın. Mən bir daha sizdən, o əziz dostlardan bir daha sualım var. Azərbaycan bir nəmə ayrıldı, yaxçı? Hansı məmuru polis qoyacaqsan? Kimin əzləhazı, yəni fənni bəyan, bir nəmə səbt əsnadda oturub namənigariyə qudrəti vardı. Öz dil ayrıldı, türkü bundan sonra yazacaq. Aya oturub yaza biləcək? Yoxdur. Hələ bəzi insanlar bəzi şeyləri bilmədən fəqət qarışdırırlar ki, neynəsinlər, özlərinə hala bir şeylər çıxasınlar. Mən demirəm, hamısı tərəfliyəm. Hər kəsənin əqidəsi mənə möhtərəmdir. Amma, ay Fərzad, cənabın bəyək buyurdun ki, mən Urmiyədə böyümüşəm, şəhri buyurdun, doğulduğun şəhri buyurdun. Məsələn, təəssüslüyəm. Bir nəmə Mənotoda gətirirlər bir dana qarşına, Kürdü gətirilir üstə, Tikab Kürdistanındır. Gədi Urmiyyət Kürdistanındır. Sən bu onvalı bir dana Urmiyyənin suyun içmisən, orada böyümüsən. Nə? Bizim olan, əslən bax bura, dövləti ötür ha. Bu məsaillərə bən niyə heç vakunuş nişan vermirsən? Məndə mədariki var, görsədim bilə və istoriya eləyib. Niyə demirsən ki, Urmiyyə Azərbaycanı qərbidir, Azərbaycan toprağıdır. Bir daha mən gəlir, mən dünən yox, İsrava gün bir nəfər getmişdi bizim məğazaya. Ərdəbilli. Bir dənə Ərdəbilli getmişdi məğazaya. Mən istəmirəm bu türkü söhbət eləyəm. Allah şahidi bir dənə Ərdəbilli getmişdi, demişdi Urmiyyəyə çəpbəxanə, Azərbaycana çəpbəxanə. Mən Ərdəbildəyəm. Gəlləm Nəkvan çövürürəm. Oturdu ağayı. Təbriz ölməyib, milləti ölməyib, gələ Urmiyə düşə, dur əzizim.